Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əliyar Əliyev küçəsinin sakinləri Patrol redaksiyasına müraciət ediblər. Onların göndərdiyi video görüntülərdə binalarda yerləşən işıq sayğaclarının quraşdırıldığı elektrik şitinin vəziyyəti həqiqətən də təhlükə mənbəyi kimi görünür. Sakinlərin sözlərinə görə şit sanki bir hörümçək torunu xatırladır. Naqillər dolaşıb, açıq qalıb, təhlükəsizlik qaydalarına isə ümumiyyətlə əməl olunmayıb. Vəziyyətin acınacaqlı olduğunu bildirən sakinlər haqlı sual verirlər. Əgər hər hansısa qısa qapanma və ya yanğın baş versə, biz elektrik axınını dayandırmaq üçün necə müdaxilə etməliyik? Onların sözlərinə görə bu cür bərbad vəziyyətdə olan elektrik şitləri həm insanların həyatına təhlükə yaradır, həm də yanğın riskini artırır. Patrol olaraq məsələ ilə bağlı Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ülvə Həsənova sual ünvanlayırıq. Cənab rəis, bu mənzərə 21-ci əsrdə paytaxtın mərkəzinə bir neçə kilometr məsafədə yerləşən bir yaşayış massivində necə mümkündür? Biz hansı dövrdə yaşayırıq? Günay Salayeva, Patrol, AS.